əzəmətli günlərdə ömür sürürük, əzəmətli gecələri yaşayırıq və dünyanın ən əzəmətli günüdür bu Ramazan ayının, mübarək Ramazanın günləri. Hansı ki Allah Teala öz lütfü ilə bu ayı rəhmət ayı edib, bu ayı bağışlanma ayı edib, bu ayı oddan nicat, oddan xilas olma ayı edib, cənnətin qapılarını açıq edib, cəhənnəmin qapılarını bağlı edib, şeytanları bağlayıb asanlaşdırsın deyə bəndələrinə bu ayın ibadətini, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb ki, Ramazan gəldiyində cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirlənər. Və bəzi rəvayətlərdə gəlir ki, heç bir qapı, cənnətin heç bir qapısı bağlanmaz, cəhənnəmin heç bir qapısı açılmaz. Ona görə bu nemət hansı ki içindəyik, bəzən dərk etsək də, dərk etməsək də, yaşasaq da bu neməti, əzəmətliyini başa düşməliyik. Ola bilər ki, yaşayaq, lakin dərk etməyək. Və bu nemət hansı ki içindəyik, onda olan ibadətlər, itayətlər, əzəmətli bir fürsətdir. Hansı ki Rəbbimiz lütf edib bizə ki, bu salih əməllərlə ona yaxınlaşa bilək. Fürsət verib Ramazanı, əvəz olunmaz bir fürsət.